Son olaraq göstərəcəyim kitab isə bizim yerli ədəbiyyatımızın gözəl incilərindən olan Salam Qədirzadənin Hər gün ömürdən gedir adlı bu kiçik olsa belə çox dərin mənası olan möhtəşəm bir əsəri. Bu əsəri necə oldu oxudum? Əslində bu mənim planımda yox idi, nə yalan deyim və kiçik həcmli bir əsərdir. Mən sizə səhifə sayını da deyim, 79 səhifədir cəmi. Aprelin artıq 25-i olardı təxminən. Mən bu seriyanı bitirdim. Qazaf və Şafaq seriyasını aprelin 1-dən 25-nə qədər 25 gün ərzində oxudum, bitirdim. Ayın bitməyinə artıq 5 gün qalıb və həmin o arada hətta həftə sonu da oldu, 6 bazar oldu. Mən də baxdım ki, yəni ayın bitməyinə elə var, üstəlik 6 bazardır və mənim vaxtım çoxdur. Mən bir dənə hansısa kiçik həcmli bir əsər oxuyum. 1-2 günə bitirə biləcəyim. Bu əsər gözümə ilişdi. Kitab rəfimdə yəni ilk diqqətimi çəkən bu əsər oldu və götürüb elə 2 saat ərzində maksimum rahat-rahat oxuyub bitirdim. Amma həqiqətən yəni bizim gündəlik həyatımızı, keçmişdən bu günə qədər yaşantımızın necə dəyişdiyini o qədər gözəl bir şəkildə oxuduq ki, yəni bu əsəri oxuyarkən onun şahidi oluruq ki, yəni insan bir anlıq köks ötürür həqiqətən. Yəni necə həyat bu qədər dəyişdi və düşünürəm ki, bu dəyişiklik nə qədər yaxşıya doğru olsa da müəyyən hissələrdə pisliyimizə doğru olub. Bir də əsasən kitabda Abşeron yarımadasından bəhs olunur. Abşeron yarımadasının gözəlliklərindən, keçmiş dövrdəki xalqının, yerli əhalisinin qonaqpərvərliyindən, nəcibliyindən, səxavətindən, mərdliyindən, yəni o qədər müsbət şeylərdən danışırlar ki, mən inana bilmədim ki, həqiqətən Abşeron yarımadası bir zamanlar bu qədər gözəl bir yer olub, həm insanı baxımından, həm havası, torpağı, münbitliyi, hər bir şeyə baxımından. Amma həqiqətən də olubmuş deyəsən, çünki boşuna yəqin ki, bu kitab da yazılmayıb. Deməli, burada bizim əsas baş obrazımız 60 yaşında bir əziz kişidir. Əziz kişi bütün ömrünü taksi işi ilə məşğul olaraq keçirir və demək olar ki, yəni bir növ əslində onun gözündən hər gün maşın sürən o taksi sürücülərinin də həyatını xarakterizə edirik, daha doğrusu həyatını da görə bilirik.